Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzərlə bağlı paylaşım edib. İfaçı evliliklərinin 17-ci il dönümü olduğunu bildirib. O, ailəsi ilə fotolarını yayımlayaraq bunları yazıb. Ən sevdiyim insan deyilsən, ən sevdiyim yer, zaman, hissən. 17 il öncə başladıq. Bugün hələ də eyni hekayənin ən gözəl yerindəyik. Duam, şansımız hər zaman bugünkü kimi davam etsin və xoşbəxt olaq. Qeyd edək ki, cütlüyün İpək və Əli adlı 2 evladı var. Tanınmış müğənni Şəbnəm Tovuzlu sosial media hesabında yeni fotolarını paylaşarak bu sözləri yazıb. Sevgimdir mənə güc verən, ümidim üzülmədi ki, gücümü də, uğurlarımı da sayəndə qazandım. Həmin paylaşım izləyicilərin marağına səbəb olub. Fotolara qısa zaman ərzində çox sayda bəyəni və şərh gəlib.